الحمد لله الحمد لله الذي هدانا للإيمان والإسلام وجعلنا من أمة محمد عليه الصلاة والسلام وفضل الجمعة لسائر الأيام كما جاء في الأخبار أن الجمعة سيد الأيام أشهد أن لا إله إلا الله شهادة موصلة إلى دار السلام وأشهد أن محمدا عبده ورسوله سيد الأنام صلى الله تعالى عليه وعلى أصحابه البررة الكرام خصوصا على أبي بكر الصديق وعمر الفاروق وعثمان ذي النورين وعلي المرتضى الأئمة رضوان الله تعالى عليهم أجمعين أما بعد يا أيها الناس أوصيكم ونفسي أولا بتقوى الله أعوذ بالله من الشيطان الرجيم إن الله مع الذين اتقوا والذين هم محسنون صدق الله العظيم. Bütün maqtaudan şükür əbədat zorlav birdən-bir bolğan, yalğız bolğan Allah Təala'ya olsun. O mənə haqlı, o mənə layiqli. Onun süykülü bəndəsi soňky peyğəmbəri doğru qulu Muhammed sallallahu aleyhi və səlləmə salavat şeriflərimiz hər daim yaşayıb tursaydı. Allah rəhməti bilən, Allah yardımı bilən Uraza bitib bara deyərlik bulan. Bugün irtəgə günə qaldı, irtəgə soňky günü. Bugün bizning soňky tarawih günü, irtəgə indi tarawih namazı oqulmaz. Çünki irtəgəsi günü inşallah akşamdan soň indi Ramazan bitdi, Şevval başlandı deyirlər. Bugün soňky tarawih, irtəgə soňky Ramazan. Şuna qaramasdan əli hamanda cennet qapqaları açıq, cehennem qapıları yabıq, şeytanlar bağavlanğan deyip hadis bugün şəkillə. Allah nasip eləsin bu qalğan günlərini ol razı bularla etib ütkizirgə. Çünki dinimizdə şimdi qaida var, əməllərini axırına qarab bəyilirlər. Axırın indi olar, şulay bəyə qoyarlar. Şuna görə Ramazan bitdi, indi qadir kişi də ütkəndir deyib, nişik bolsa şulay yarı deyib tügül, əkisinçə nişikdir jıyılıb, özümüzün küçüğümüzün ihtiyarımızın etib, bəlkə arı vardır əzərək. Lakin bu günlərini sonğusun əzərək tırşıbıraq ütkəzib jibərgə, çünki şundan bəyə qoyacaq bizim Ramazanımızға. Uraza bitdi, qutulduq deyib tügül, Allah Teala bizə vədə etkən savablara erişirbiz deyib ümitlənib, şunu biz bəyram etəbiz. Şuna görə Ramazan qayıtı oldu, jığılğançı aşab görməyən kişi sıman nitü tügül. Ay boyu açtırdım da xar aşab tüyəm deyib. Yox, aşarğa tüyülmey. Yarı, təmləb aşarğa, mübah deyib sanala. Lakin mında niyetimiz olaraq deyiş, bizə vədə etilgən şul savablara erişirbiz inşallah deyib bəyram etəbiz. Şuna görə biz bir-birimizni təbrikliyimiz şul bəyram bilən, biz eytəbiz mübarək olsun. Allah Teala sizdən həmmindən qabul etsin deyib dilək diləyimiz. Nəsən qabul etsin, həmdə şul tırışlıqlarını. Urazaları olsun, iftar ütkəzi olsun, sorağın tövbələrimiz, sorağın dağalarımız, diləyən tiləklərimiz qabul olsun deyib. Mübarək deyən nəsən anlata, mübarək demək faydalı. Allah Teala sənə bərəkət bilsin şunu aşa. Bərəkət o fayda. Fayda deyəndə demək qab-qadi əyvir, lakin faydası sənə də başqalara da jitə. Həm də şul oruçça bolğan xütbəbizə biz söylədik. Bir günə bolğan turmuşunu biz bir neçikdə özgərtə almıyız həmin günlərin. Üstəvdə mümkün tügül, iyi satıb alırlar ya, yox mümkün tügül. Nişəmə kişi küpmün bütün dünyası tırışıb qarasa, senin ғümrünü qısqartırğa baribir bulmayacaq, alardan kilmiyor. Allah Teala əcəlini bilgiləb qoydu. Əcəl ol Allah Teala'dan gənə. Qaşan tuvası, qaşan kitəşəgi bizdən bilən bir kimdə kengəşləşmey. Allah Teala üzə mənə xal etdi. İndi biz tuğan çox xal etilgən əybir. Lakin mənə şul turmuşumuzni bərəkətli itəbizmi, yəki ziyağa, buşqa utib kitəmə ғümür bizdən turar. Həm də şuna görə əgər də biz bir-birimizə şul bərəkət diləsək, bəyramlarımızda qayıtları üçün bərək bolsun. Demək, şul turmuşuğuz sizin qab-qadi 24 saatqa gənə iya bolğan təvliyigiz əgər də ahirətdə sonu başlasa, anda yıllar boyuna suzulurğa mümkün. Bir təvlikni biz əməl boyunca yıl itib tutura alabız. Peyğəmbər sallallahu bizə anlatqan, kengəşlər bergən,
шул киңәшләр буенча әгәр дә без гамәл кылсак, иншалла безнең әле бит моңарча яшәгән кавемнәр белән чагыштырып карасаң, безнең гомеребез дә әллә ни түгел. Кыскарып беткән. Пәйгамбәр саллаллаху алейһи әйткән 60-70 тирәсе булыр минем өммәтемнең гомерләре. Анда теге борынгы пәйгамбәрләр турында укып караса, анда берничә йөз ел меңгә эш тутырып бетерлек булганнар, яшәгәннәр. Анда күп гамәл кылырга мөмкин булган, һәм дә бездә монда. Шуңа күрә дә Аллаһ Тәгалә рәхмәте киң, Аллаһ Тәгаләнең рәхмәте Рамазан бетү белән туктамый. Аллаһ Тәгалә рәхмәте гел бар. Аллаһ Тәгалә гел ачык безгә. Аллаһ Тәгалә безне көтә, Аллаһ Тәгалә безнең тәвбәбезгә шатлана. Шуңа күрә Аллаһ Тәгаләне онытмаска, һәм дә инде Аллаһ Тәгалә безгә насыйп итсен. Рамазан беткәннән соң да, шул Рамазанда безгә ошап киткән, biz инде күнегеп киткән диярлек гамәлләрне дәвамлы кыларга, дәвам итәргә, туктамаска. Баракаллаху ли ва лакум фил Кур'анил Карим ва нафa'ани ва iyyakum bil ayati wa dhikril hakim. Innahu huwal ghafurur rahim al-jawadul karim. Sami'u du'a. Tashaddaru. Wassalatu wassalamu ala nabiyina Muhammad wa ala alihi wa sahbihi ajma'in. Әйткәнемчә, безнең иртәгесе әле ураза көне була. Якшәмбе көн инде Гаит көне. Гаит намазы укылачак кояш чыкканнан соң. Ярты сәгать белән, димәк 3:30 диярлек. Анда инде районнар буенча әзрәк ни бара, да берничә минут өстәлә яки кими. Ансы инде җирле халык үзе белә. Кояш чыкканнан соң ярты сәгать үтү белән Татарстанда Гаит намазлары укылачак. Без монда мәчетебездә мәчетнең иртәнге намазга ачып куербыз. Сәхәр тәмам дигән вакытка ачып куябыз мәчетне. Әмма иртәнге намазны укыячакбыз кояш чыгар алдыннан сәгать ярым түгел, 1 сәгать кала. Шуңа күрә дигән, әгәр дә безнең кояш чыга 3тә икән, без сәгать 2дә иртәнгене укыйбыз. Аннан соң инде теләгән кешеләр калалар мәчеттә Гаиткә кадәр. Һәм дә инде Гаит намазы укылачак, иншалла, Алла рәхмәте белән шул 3:30 тирәсендә, сәгать 3:30 минут, димәк 4нче яртыда. Пәйгамбәр саллаллаху зур итирам белән бу бәйрәмне гусул алган, махсус менә шул көнгә яхшы киемнәрен кигән. Теге өр-яңа дигән сүз юк, ләкин яхшы матур пөхтә булса дөрес. Миңа калса бүгенге көндә яңасында табу авыр түгелдер. Шуңа күрә дә шул бәйрәмнәрне зурлау, үзенә күрә Аллаһ Тәгалә Пәйгамбәр саллаллаху зурлаган әйберне зурлау була. Пәйгамбәр саллаллаху хадистә әйтелгәнчә бара торган булган 1 ел белән, кайта торган 2нче ел белән. Моның хикмәте нәрсәдә? Мөхәммәд саллаллаху Гаит намазын укыдыр басуда, далада, мәчеттә түгел. Шуңа күрә бару да, кайту да төрле юллар белән мөмкин иде. Бүгенге көндә инде бездә, мисал өчен, минем өчен ничек кире кайтырга микән? Теге әйләнеп кайтасыдыр бәлки. Монда гына торгач. Бүгенге көндә без менә шул һава шартлары сәбәпле инде безнең җирлекнең үзенчәлекләре сәбәпле мәчетләрдә укыйбыз Гаит намазларын. Шуңа күрә дә Аллаһ Тәгалә безгә насыйп итсен Рамазаныбызны Аллаһ Тәгалә разый булырлык итеп тәкъдим итәргә, зәвай итеп бетергә. Аллаһ Тәгалә насыйп итсен безгә вәгъдә ителгән әйберләргә ирешергә, гөнаһлардан арынып, чөнки Рамазанның төп максаты иде менә шул гөнаһлардан безне чистарту. Без Аллаһ каршына басканда мөмкин кадәр әзрәк гөнаһлар һәм саваплар күбрәк булуы. Һәм дә инде Аллаһ Тәгалә дәвам итәргә насыйп итсен, тукталмаска, менә шул Рамазан мусламаннары гына булып калмаска, ел дәврендә мусламан булып яшәргә, мөмин булып барырга насыйп итсен. Алхамдулилlah. اللهم صل على محمد وعلى آل محمد بعدد من قعد وقام. اللهم صل وسلم وبارك على محمد وعلى آل محمد بعدد من صلى وصام. اللهم صل وسلم وبارك على أنبيائك والمرسلين وأهل طاعتك أجمعين من أهل السماوات والأرض واحشرنا معهم وارحمنا معهم وأقم الصلاة قامت